Keçirdib xəyalən fikirdə tutdum. Cütləyib təsbehin zikirdə tutdum. Razılıq Tanrıdan şükürdə tutdum. Özünlə gətirdin, apardın nə bəs. Gördüyün hər nə var, əbəsdir, əbəs. Bu küllü kainat yalandı, yalan. Nə sənə, nə mənə qalandı, qalan. Can verib təzədən alandı, alan. Sonsuz əbədiyyət, ölümsüz hər kəs. Gördüyün hər nə var, əbəsdir, əbəs. Doğru bildiyiniz səhv olacaqdı. Kimlər bağışlanıb, əhv olacaqdı. Savayı özündən məhv olacaqdı. Əl-Qüddus, Əl-Ədil Piri Müqəddəs. Gördüyün hər nə var, əbəsdir, əbəs. Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bu gözəl müqəddəs Ramazan ayında, Ramazan bərəkətində sizləri xoş gördük. Ramazan yalnız oruç tutmaq ayı deyil, həmçinin oxumaq, kamilləşmək, dərinləşmək ayıdır. Çünki dinimizin ilk əmri oxumaqla başlayır. Müqəddəs kitabımız Qurani Kərim oxu əmri ilə insanları elmə, təhsilə, kamilliyə dəvət edir. Tarix boyu İslam alimləri sübut eləyiblər ki, elm və din bir-birinə əks deyil, əksinə onlar bir-birlərini tamamlayırlar. Elm kainatı öyrənməyə kömək eləyir. Din isə ona mənəvi bir istiqamət verir. Bugün dəyərli qonaqlarımızla birlikdə elə məhz bu mövzunu, elm və din mövzusunu müzakirə eləyəcəyik. Qonaqlarımızı təqdim edirəm. Bakı Slavyan Universitetinin dosenti, filosof, fəlsəfə doktoru Müşfiq Ötkün. Xoş gəldiniz. Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Qadir Səfərov. Xoş gəlmişsiniz. Xoş gördük. Necəsiz? Sağ olun. Necə keçirirsiniz bu müqəddəs gözəl günləri? Şükür Allah'a, elhamdülillah. Müşfiq müəllim, sizlə başlamaq istəyirəm, ilk sualı sizə vermək istəyirəm. Ramazan ayı insanı elmə və araşdırmaya necə təşviq eləyir? Ramazan ayı Quranın enişini bayram edir bir mənada. Ramazan ayında Quran enməyə başlayıbdı Peyğəmbərimizə və ona görə də baxmayaraq ki, bu orucluq ritualı, ibadəti bütün dinlərdə var, Quran da bizə bunu bildirir və çox önəmlidir insanın ruhani təmizlənməsi baxımından. İslamda bu həm də müəyyən mənada Quranın bayram edilməsi deməkdir və ona görə də müsəlmanlar Ramazan boyu Quran oxuyarlar. Bəziləri məsəl üçün onu cüzlərə bölüb çalışırlar ki, 30 günə oxuyub bitirsinlər də. Çox çətindir əslində 30 günə bütün Qurana zikr eləmək. Məndə məsələn bir ildə vaxt çatmır, az-az oxuyuram hər gün zikirləmək üçün. Amma bu ayda bunu sürəkli oxuyarlar, yəni müsəlmanlar. Bu da, Quran da bilikdir. Quran varlığın bağrından gəlmiş və Allahın mərhəməti ilə insanlara göndərilmiş çox önəmli bir bilikdir. Sadəcə olaraq bu biliklə elmi bilik arasında ortaq nöqtələr də var, ortaq olmayan nöqtələr də var. Hansılar da olar? Məsələ burasındadır ki, elmi bilik deyəndə indi bizim ağlımıza ancaq təbiətşünaslıq bilikləri gəlir və bu təbiəti necə dəyişdirmək, nəsə bir şey düzəltməklə bağlıdır. Amma şərqin əzəldən elm dediyi ən önəmli biliyi ehtiva edir. Ən önəmli bilik isə nədir? İnsanlara çox fərqli dinlərdə bu fikir Peyğəmbərlər vasitəsilə anlaşılıb ki, nə elədiyi və nə dediyi və nə düşündüyü və diqqət elə. Bunlar hamısı sənin taleyi müəyyən edirlər.
əgər özünü qorumaq istəyirsənsə təhlükələrdən və sığınacaq yeri tapmaq istəyirsənsə, Allaha sarı gəl və əxlaqdan, mərifətdən, dürüstlükdən, doğruluqdan möhkəm yapış. Bax, bütün dinlərin kvintessensiyası budur, canı budur. Və bu bilgi də çox önəmli bir bilgidir. Çünki, məsələn, əksər insanlarda, deyək ki, ateist düşüncəli insanlarda elmi təfəkkür ateist düşüncə ilə də bir ola bilir, dini düşüncə ilə də bir ola bilir. Ona görə, məsələn, ateist düşüncəli adamlar fikirləşirlər ki, bura elə bir fəzadır, nə istəsəm eləyə bilərəm burada, necə istəsəm yaşaya bilərəm, hər şey mənim seçimlərimdir, mənim addımlarıma bağlıdır. O dünyanı belə görür və başqa bir fövqəl təbii heç bir şey yoxdur. Və mənim əxlaqımdan da heç asılı deyil bu dünya. Mənim əxlaqi münasibətimdən, mənim mənəviyyatımdan asılı deyil. Yəni nə olacaqsa olacaq. Hə, nə olacaq? Yəni nə olacaqsa texniki baxımından olacaq da. Mən məsəl üçün pis adam olacam deyə mənim başıma pis işlər gəlməyəcək. Amma ruhaniyyat deyir ki, sənin əxlaqın sənin taleyi müəyyənləşdirir və nəinki bu dünyadakı taleyi, hətta axirəti də müəyyənləşdirir. Bu mənada bu çox önəmli bir bilgidir. Məsələn, təbiətşünaslığın ən məşhur bilgisi ümumdünya cazibə qanunudur. Biz bilirik ki, əşyaları askıdan və dayaqdan məhrum elədikdə, onlar düşürlər yerə, parçalana bilirlər. Bu, ümumdünya cazibə qanunudur və bunu hər kəs öz həyatında tətbiq eləyir, qoruyur, diqqət eləyir. İndi ruhani qaydalar da var ki, din deyir ki, yaramaz olsan, çox pis olacaq sənin işin. Bu dünyada da səni rüsvayçılıq gözləyir, o biri dünyada da. Bu da bilikdir, amma bu fərqli bilikdir. Bu mənəviyyat haqqında bilikdir. Bu da elmdir, amma bu fərqli elmdir. Ona görə tamam belə qarışdırmağın tərəfdarı Siz bəs deyil. necə düşünürsünüz? Şəxsi fikriniz necədir? İnsanın gələcək həyatı və axirətdəki həyatı belə deyək, onun bugünkü davranışından asılıdırmı? Birbaşa. Bugün nə düşünəcəyin, nə deyəcəyin və nə eləyəcəyindən birbaşa asılıdır. Bu biraz mistik görünür, ağla sığmaz görünür. Amma taleyimiz bizim çabalarımıza bağlıdır. Hansı istiqamətdə? Möminlik istiqamətində, dürüstlük istiqamətindədirsə bu, o zaman nəticələr də yaxşı olur. Məsələn, Konfutsi var idi, bir Çin filosofu, o da ruhani filosof olub. O deyirdi ki, mən ömrü boyu buz üstə yeriyirmiş kimi yeridim. Hər çırtıltıya qulaq asırdım yəni. Çünki bizim addımlarımız elə-belə deyil. Quranda ümumiyyətlə bir ayə də var, yeriyəndə deyir, ayağı yerə bərk vurma ki, yeri deşəsi deyilsən, başı da çox dik tutma dağlardan yüksək olası deyilsən. Yəni, diqqət elə nə edirsən və bu çox önəmlidir. Qərb elmi, bu tezisi də deyim, Qərb elmi texnikanın kamilləşməsi istiqamətində gedir. Şərqin elmi, ruhaniyyat elmi, insanın mənəviyyatının kamilləşməsi üzərində qurulubdur. Qadir müəllim, elm və din bir-birinə qarşıdır, yoxsa bir-birini tamamlayan iki həqiqətdir? Ümumiyyətlə, elm-din müzakirələri demək olar ki, insanlıq tarixinin ən qədim mövzularının, aktual problemlərindən birisidir. Bu bir məna, həm qərb üçün, həm şərq, yəni İslam mədəniyyəti üçün. Burada bir məsələ var, bizə elm-din münasibətləri, elm-din arasındakı ziddiyyət qərbdən intiqal etdirilmiş bir məsələdir. Xüsusilə o, belə deyək, qərbdə xristiyanlıqla bağlı, xristiyan kilsə ilə bağlı, kilsənin doktrinasına qarşı eksperiment, yəni pragmatik elmlərin, təbiət elmlərinin oyanışı müstəvisində fonunda bu müzakirələr başladı. Və Qərbin o kilsənin qoyduğu doktrinal əsas, belə deyək, elmi doktrinal əsasla uyğun gəlmirdi. Və bu mübarizə demək olar ki, Avropa tarixində böyük bir hissəni əhatə edir və çox əfsuslar olsun ki, biz bilməyərəkdən, biraz da akademik yoxsulluqdan qaynaqlanan bir şey olaraq həmin mübahisələri İslam dünyasına intiqal elətdirdik. Amma əslində İslamın içərisində biraz əvvəl siz verilişi başlayanda oxu Rəbbinin adı, oxu əmri ilə başladınız. Elə oxu əmri, belə deyək,
biliyin axtarışının dini əsasıydı. İkincisi, Qurani Kərimdə baxsaq, ağıla önəm, yəni elmin əsası ağıl və təcrübədirsə, ağıl hardasa 750 yerdə ifadə, ağıl bu və digər şəkildə, hətta 105 yerdə deyərəm təqribi isim formasında, birbaşa elm mövzusunda ifadə olunur. Və Quranın əsası nəyə dayanır? 3 şeyə: vəhiy, ağıl və təcrübə. Bu üçü olmasa din olmaz. Yani burada birini, yani vəhiyi götürüm, ağılı çıxım, ağılı götürüm, dini çıxım deyə bir anlayış olmaz. Yani İslam dünyasında daha sonraki dövrdə də, İslam mədəniyyətində, vəhiydən sonraki dövrdə. İndi Peyğəmbərin hədislərinə baxsaq, yani Peyğəmbər hər hədisində elmi dəstəkləyir. Məsələn, deyir ki, elm yolunda oxumağa çıxıb, elm yolunda çıxan insan daha evinə qayıdıncaya qədər Allah yolundadır. Yani elm yolunda olmaq, Allah yolunda olmaqla sinonim, eyni şeydir. İnsan bir şeyin nə məqsəd daşıdığını da bilməlidir, nə məna kəsb etdiyini də bilməlidir. Əgər bu mənanı bilmirsə, o elmin bir, yəni Füzulinin dili ilə desək, o elm qeyli qaldı, yəni söz söhbətdən ibarətdir. Əgər məna yoxdursa, əgər məqsəd yoxdursa, ilahi mənşə yoxdursa, bu bir şey yaramaz. Yəni belə deyək, kainat. Kainat Qurani Kərimdə Allahın ayələridir. Orada bizi dəfələrlə hər bir kainatdakı işarə predmet olaraq, obyekt olaraq bizə Qurani Kərimdə gözünüzü, məsələn, müxtəlif ayələrdə gözünüzü 2 dəfə baxın kainata, orada nizamı götürün və s. götürün. Bu bir elmdir. Qurani Kərimin ifadəsi ilə onu araşdırmaq bir elmdir. Amma onun nə üçün yaradıldığını, məsələn, nə məqsəd daşıdığını, hansı hikmətə yaradıldığı onun dini əsasıdır. Yəni, burada bir ziddiyyət deyil, tam bir uyğunluq ortaya çıxır. Bir də bir məsələyə diqqət çəkim, rasional təfəkkürlə, yəni bizim ən çox belə ictimai mühitdə belə müzakirələr olanda sanki bir adam oturur və Allah haqqındakı təsəvvürümüz də fərqlidir. Yəni biz belə demək, düzdür, Qurani Kərim bizə bir Allah təsəvvürü verir, tövhid əsaslıdır, amma biz bunu zaman içərisində müsəlmanlar olaraq elə biraz unutqan oluruq. Yəni biz nə demək istəyirik? Ya? Biz deyirik Allah necə varlıqdır və başlayırıq Allahı rasional olaraq izah etməyə. Yəni modern elmi anlayışla desək daha eksperimental olaraq izah etməyə çalışırıq. Və biz düşünürük ki, Qadir müəllim məsələn rasional varlıqdır və Qadir müəllim məntiqi olaraq hər şey determinist əlaqə olaraq düşünür. Yəni A bərabərdir B, B bərabərdirsə, onda A bərabərdirsə, yəni Allah da belə düşünməlidir. Deyirik. Çünki mən əgər ağıllı varlıqamsa, Allah məndən daha ağıllı varlıqsa, Allah da bu cür determinist varlıq olaraq düşünməlidir. Yəni mexaniki olaraq düşünməlidir. Amma Qurani Kərimdə bir çox ayələr bu mexaniki düşünmə tərzindən kənara çıxır. Elə şeylər danışılır ki, Qurani Kərimdə o saat yəni ona reaksiya verilir. Amma burada unutduqları bir şey olur, hikmət. Qurani Kərimdə bəli, bəzən gözümüzə görünən əşyalar, görünən predmetlər müəyyən bir qanuna uyğunluq ola bilər. Amma o qanuna uyğunluğun arxasında böyük bir həqiqət var. Bu ziddiyyətlərdən biri, məsələn, mən bunu dəfələrlə, hətta auditoriyada tələbələrə deyirəm, Xızırın Musa ilə əhvalatı var. Bir yolsuluğu var orada. Yəni, orada bir yol. Musa bildiyiniz, görünər, təcrübi dünyada yaşayan zahiri bir peyğəmbərdir və dünyadakı baş verenlərə görə hərəkət edir. Şəriəti də zahiri olaraq buna görə düzənləyir. Amma Xızır ilahi hikmətdən xəbərdar olan bir şeydir. Xızır buna deyir ki, mənimlə yol gedə bilməzsən. Sən bu yolsuluğu başarmazsın. Yox deyir, niyə başarmıram? Başararam. Mən amma dinməyəcəm, gedəcəm ya. Bunlar yol gedirlər, biraz gedirlər. Əhvalat uzundur, qısa deyim onu. Biraz gedirlər, bir uşağı vurur, öldürür. Yəni insan öldürmək modern dünyada humanizmdə hələ bir böyük bir qətliamdır, böyük bir şeydir. Yəni vurdu bir uşağı öldürdü. Böyük bir faciə. Və yaxud da təknəsi ilə dənizə çıxıb bir belə deyək də çörək pulu qazanmaq istəyən, bir balaca qayığı ilə çörək pulu qazanmaq istəyən bir insanın gəmisini değişir. Bu əhvalatlar belə davam edəndə Musa etiraz edir, dur deyir. Mənim şəriət bildiyim zahirə, görünüş dediyim elm, dünya bunun heç birini qəbul eləmir. Xızır deyir ki, burada sənin yolçuluğumuz burada bitdi deyir. Və anladır bunları bir-bir ki, uşağı nə üçün oldu. Yəni mahiyyət göründüyü kimi deyil dünya. Və burada ona görə də Tanrı təsəvvürümüzü dəyişməliyik. Biz Tanrını mexanikləşdirilmiş bir filosof deyil, o Platon deyil, o Sartre da deyil.
O Allah'tır. Mütləq biliyə sahib varlıqdır. Sən mexanikləşdirilmiş məntiqi biliyi bilərsən. Amma sən heç bir zaman belə deyək, olub bitənin arxasındakını bilə bilməzsən. Tanrı təsəvvürü başqadır. Çünki biz o baxımdan Tanrı təsəvvürünü düzgün təsəvvür eləsək, o ziddiyyət də ortadan qalxar. Yəni bizim dediyimiz Tanrı həm alimdir, həm də hikmət sahibi bir varlıqdır. Yəni, modern elmin təzadı buradadır. Modern elm sadəcə alim yetişdirir, hikmət sahibi bir varlıq yetişdirməz. Əgər belə deyək, Newton ümumdünya cazibə qanunundan danışdırır. Deyir ki, bütün cisimlər bu hikmətdir, hikmət deyil. Yəni bu nədir? Elmdir, modern elmdir. Yəni dünya tərəfindən bütün ümumdünya cazibə qanunudur və elmdir. Amma Newton əgər danışsaydı ki, bunun arxasında gətirsəydi ki, bu nizamı yaradan bir şey var, bu Tanrıdır və s. kimi desəydir, artıq bu hikmətin sahəsinə gedərdi. Burada ona görə də Quran-ı Kərim deyirdi ki, biz bu ikisini bərabər aparmalıyıq. Yəni modern dünyada buna önəm vermirlər və bu insanın da dəyərini əslində belə deyək, azaldır. Modern dünyada insan çox sıxıcıdır. Yəni insan öz mahiyyətindən uzaqlaşdırılmışdır. Yəni insana demək istəyirlər ki, sən o sualı vermə, bu niyə yaradılıb? Elə əlinə nə verdilər? Yeməkdirsə ye. Əgər bu telefonsa zəng elə. Niyə yaradılıb? Nə üçün yaradılıb? Məqsədi nədir? Silahdır. Silah nə üçündür? Öldürmək üçündür. Tamam. Bugün dünyada müharibələr silah ancaq öldürmək üçündür. Amma silahın mahiyyəti nə idi? Əslində qorunma üçün. Təşəkkür edirəm Qadir müəllim. Müşfiq müəllim, dinimizin ilk əmri oxu əmridir. Bu əmrin bugünkü elm anlayışı ilə əlaqəsini necə izah edə bilərsiniz? Mən anladığım kimi oradakı oxu əmri oxu həyatını deməkdir. Allahın adı ilə, yəni bir mütləqilik işığında bu varlığı oxu. Oxu taleləri, məsələn, Quranda əslində necə oxumaq barəsində dəfələrlə müraciət var. Deyir, məsələn, bax gör, nə ilə başlayıb, nə ilə qutardılar. Bax gör, o batan sivilizasiyalar nə ilə başladılar, nəyə gəlib çıxdılar. Məsələn, mətn də verir. Quran təkcə oxu demir, həm də öz mətnlərini verir. Məsələn, Fironun həyatını belə oxu. İbrahimin həyatını belə oxu, ondan sonra Musanın həyatını belə oxu və s. Və bizə bu mətnlər vasitəsilə əsas olan şeyləri görməyə öyrədir ki, insanların ən böyük uğuru Allaha yaxınlaşmaqdır. Və Allahdan uzaqlaşanların isə halı necə olur? Bunu oxuyub anlamasa insan inama gəlmir. Yerin göyün Allahına İslama qədər də inanırdılar ərəblər. Amma bu onların əxlaqlarında bir dəyişiklik eləmirdi. Müəyyən günlərdə, bayramlarda gəlirdilər, Allahı da tərifləyirdilər, bütlərini də tərifləyirdilər. Bu ərəblərin həyatında var idi. O biri xalqların da həyatında var idi. Amma insan nə zaman inanca gəlir? Allaha, yerin göyün sahibinə inananda yox. Yerin göyün sahibinin varlığına inanan o qədər yaramaz adam göstərərəm sizə ki. Allaha inanır, o yaxşı adam da deyil. Həqiqi inam o vaxt olur ki, səni Allahdan uzaqlaşdıracaq heç bir addım atmaq istəmirsən, qorxursan. Və səni Allaha yaxınlaşdıran addımları isə doymadan atırsan, çox atırsan. Oxuma əmri bu qanuna uyğunluğu dəqiq bilmək üçündür. Bilirsinizmi, siz bunun işləyib işləmədiyinə özünüz əmin olmalısınız. Həyatınızı oxuyaraq əmin olmalısınız. Məsələn, adamların çoxusu inanmır buna. Dünyada nə qədər əxlaqsız adam varsa, o adamlar ona görə əxlaqsızlaşırlar ki, onlar fikirləşirlər ki, bunun böyük bir ilahi mahiyyəti yoxdur.
mənim əməllərimin, əxlaqi rənginin böyük bir ilahi əhəmiyyəti yoxdur. Mənim həyatım üçün də. Mən gənc olanda hamı deyirdi ki, eşidirdim də şeylərdə ki, məsələn, dürüst adam olacaqsan, yaşaya bilməyəcəksən. Gərək mütləq biraz cığal adam olasan. Öz işində cığal adam olasan, nə bilim, başqa yerdə cığal olasan və s. Bu söhbətlər nə qədər yayğındır, bilirsiniz. İnanmırlar ki, əslində, ki, ədalətsizlik və zülm adamı böyük acı bir nəticəyə gətirib çıxara bilər. Ona görə oxu deyəndə Allah deyir, oxuyun bu taliləri. Oxuyun Əbu Ləhəblərin talilərini. Görün nə ilə qurtarır. Oxuyun Fironların aqibətini. Özünüzü bundan qoruyun. Burada oxumaq bu ilə bağlıdır. Ki, məsələn, elektronikanı oxuyun, nə bilim, fizikanı oxuyun. Təbii ki, təbiətşünaslığı oxumaq da bunun balaca bir hissəsidir. Ki, sən, məsələn, astronomiyanı oxuyanda varlığın sonsuzluğunu bir daha anlamış olursan, bu səni heyrətə gətirə bilər. Heyrət yaxşı bir başlanğıcdır mənəvi yolçuluq üçün. Ondan sonra, nə bilim, materiyanın ağıllı olduğunu, molekulyar səviyyədə nə qədər idrakın mövcud olduğunu, yəni ki, dünya ağıldan yaradı. Məsələn, Hegel kimi bir filosof bunu göstərir, deyir, dünya ağıldan yaranıbdır və bu çox heyrətamiz bir nəticədir. Elm bunu sənə anlata bilər və sənin heyrətini artıra bilər. Amma Qurandakı oxu anlayışı insanın mənəvi xilası üçündür. Düşünürəm ki, bu xalçanı toxumaq üçün də bir elm lazımdır. Yəni, şübhəsiz. Və bu xalçanı toxuyub, o dediyiniz həmən o gülləri ora vurmaq üçün də, o mənanı xalçaya vermək üçün də bir elm lazımdır. Burada görünür ki, elmlə din bir yerdədir. Bir-birini inkar eləmir, yəni. Bəli, bir də bu məna sonsuzluq tələbinə cavab verməlidir. Əbədiyyət tələbinə cavab verməlidir. Bu mütləq tələbdir də, Allahın tələbləridir. Yəni, sən elədiklərin, danışdıqların, nə bilim, yazdıqların, hamısı o gözəllik qaydası ilə, sonsuzluq qaydası ilə harmoniya təşkil etmə. O zaman məna olur. Elm məna yarada bilmir. Elm mədəniyyət də yarada bilmir ona görə də. Bəşər tarixində nə qədər ki sivilizasiyalar var, mədəniyyətlər var, onlar hamısı peyğəmbərliklə yaradılıbdır. İlahi fikirlə yaradılıb. Təşəkkür edirəm. Elmi fikirlə deyil. Qadir müəllim, İslam dinində elm öyrənmək ibadət sayılırmı? Bir mənalı, yəni bir mənalı belədir. Yəni, oxu əmri, yəni, İslam dinində, demək olar ki, belə deyək, İslam dinində təkcə belə namaz, oruc, təbii ki, bunlar vacibatdır, bunları eləməliyik. İndi bugün də biz Ramazan ayı orucundayıq. Bunlar vacibatdır. İbadət ümumiyyətlə insanın mahiyyətidir, bir baxıma, yəni yaradılış mahiyyətidir. Yəni, biz insanı ibadət etsin deyə yaratdıq. Yəni, nə ibadət? Allah ibadət və belə deyək, bir də insanın dünya qarşısında olan məsuliyyəti var. Onlar da var. Yəni, biz nə üçün gəlmişik? Biz xəlifəyik. Yəni, biz yer kürəsini, bütün təbiəti, kainatı Allah adına idarə etmək üçün gəlmişik. Deməli, idarə etmənin, yəni nə varsa kainatda, elm olaraq, yəni bunu lap təbiətşünaslıq elm olaraq götür, fəlsəfə olaraq götür, hansı elm istəyirsən götür. Bu kainatın əgər belə deyək, nizamında, intizamında, insan həyatının varlığa çıxmasında rol oynayırsa, bu artıq ibadətdir. Biz yəni bu günləri bir kimyası, əgər belə deyək, bir laboratoriya arxasında fəaliyyət göstərirsə, bu İslama görə artıq ibadətindədir. Əgər bir riyaziyyatçı hər hansı bir teoremi, bir tənliyi ifadə edirsə, bu artıq ibadətdir. Onun elmi, gördüyü işlər insanlara xeyir verirsə, bu artıq ibadət. Yəni, sadəcə ona görə də ibadəti, belə deyək, o dar anlama müncəm eləməmək lazımdır. Yəni, ancaq namaz, oruc, zəkat. Yəni, bu ibadət əhlidir. İnsanların hamısı ibadət əhlidir. İbadət əhli olmayan insan yoxdur ki. Kainatda elə bir varlıq yoxdur. Ona görə də biz ibadət qavramını genişləndirməliyik. Biz bəzən dini 4 məsələdə ifadə edirik. Yəni, sanki cəza, mükafat, günah, savab deyə. Din 4 məfhumdan ibarət deyil.
Bu yanlışdır. Yəni din biraz əvvəl Müşfiq müəllim də dedi. Geniş anlayışdır, Geniş böyük anlamda anlayış. bir sivilizasiya yaradır, mədəniyyət yaradır. Yəni dünyanın sivilizasiyası, bunu bir daha təkrar auditoriyalarda da deyirəm. Dünyana baxsanız nə Platon sivilizasiya yaratmayıb, yəni nə bir Platon sivilizasiyası var, nə bir Newton sivilizasiyası var, bir İsa sivilizasiyası var, bir Musa sivilizasiyası var. O tərəfdə uzaq Çində və yaxud da Konfüsius sivilizasiyası. Hamısı belə deyək, sadə insanlar, peyğəmbərlər, din adamlarıdır. Sivilizasiyanın içərisində də, mədəniyyətin içərisində nə varsa, onlar için yerinə yetirilir struktur olarak, institusyonel olarak. Yerinə yetirdiyin hər bir şey bu baxımdan bir ibadət sayılır. Bəli. Onun içərisində də bəli, elmin dəyəri xüsusidir. Çünki Quran-ı Kərimdə də deyir ki, bir qism döyüşlərə qatıldıqda, cihada qatıldıqda, digər bir qism qalsın, elmlə məşğul olsun. Və yaxud da deyir ki, elm oxuyan insanı o ahirətə köçəndə onun günahlarına kəfarəti elmidir deyir Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm. Nə gözəldir. Hər söz, sonra yəni Quran-ı Kərimdə Rabbi zidni ilmi deyə dua olaraq ifadə olunur. Rəbbim elmimi artır. Və yaxud da yenə Peyğəmbərimiz deyir ki, Allah bir insanın xeyrini istədikdə onu dində fəqih edər. Fəqih burada təkcə İslam hüququnu, şəriəti yerinə yetirən insan deyil. Əslində fəqha ən dərin anlayışlı insan deməkdir. Amma burada yenə deyirəm, bir mənanı da unutmayaq, bu elm, belə deyək də, mexanikləşdirilmiş bir elm deyil. İlahi hikməti nəzərə alan və o mexaniki fəaliyyətini yürüdən adam. Riyaziyyatçı əgər riyaziyyat masasının arxasından durub, lövhənin arxasından durub çölə çıxırsa və o insanların həyatında bir dəyər qazanırsa, bu artıq ibadətini yerdə yetirmişdir. Bəli, düz. Təşəkkür edirəm Qadir müəllim. Müşfiq müəllim, Quran-ı Kərim elmi araşdırmaya və təfəkkürə necə çağırır? Təfəkkürə hər an çağırır. Amma bizim müasir elmi araşdırma düşüncəmiz təbii ki, orta əsrlərdə yox idi və insanlara da bu deyilməyibdi. Amma araşdırmaq və ədalətlə hər hansı bir şey araşdırmaq ruhu ki, elmin canında da bu var, yəni, önəmli olan bir şey. İstənilən alim başa düşür ki, əgər hesabatlarında bir nadürüstlüyə, bir xətaya yol versə, nəticə yanlış alınacaq. Ona görə də lap balaca məktəbdə oxuyan, riyaziyyat öyrənən tələbə də, şagird də çalışır ki, hər mərhələdə bir xətaya yol verməsin. Mənfini müsbət yazsa, ya nöqtəni vergülləsə, hər şey dəyişə bilər. Yəni, bu dürüstlük tələbi elmdə də gözlənilir. Birbaşa nəticəyə vurur. Ona görə elmdən bir balaca da mənəviyyat öyrənmək mümkündür. Amma bütövlükdə Quranın elm anlayışı bu metafizik elmi əks etdirir. Yəni, anlamaq ki, burada taleyini necə qura bilərsən, necə təhlükələrdən qoruna bilərsən. Məsələn, bir misal çəkim o elmi düşüncəyə. Konfutsi deyir ki, Konfutsiyadan bir dəfə tələbəsi soruşur, deyir, müəllim, dünyada ən böyük möcüzə nədir? Deyir, yaramaz adamın hələ də sağ olub ayaq üstə durması ən böyük möcüzədir. Yəni, Konfutsiya'nın aldığı elmə görə bu yaramazlıq yer üzündə yaşamamalıdır. Yaşaya bilməməlidir. Bu çox böyük bir axmaqlıqdır ki, insan yaramazlıq yolunu seçir. Bax, bu elmi tam dəqiqliyi ilə bilmək lazımdır. Bu elmi tam dəqiqliyi ilə biləndə insanda inam yaranır. Yoxsa insan kimisə xətrinə inana bilmir. Əmin olandan sonra iman yaranır onda ki, bax, başqa cür mümkün də deyilmiş. Mənim Allahdan başqa gedəcək yerim yoxdur, sığınacağım yoxdur. İnsan elə qurulub ki, o axtaracaq alternativ. Bəlkə var sığınacaq deyə axtaracaq. Hər zaman suallar yaranır. Şübhə də yaranır. Bəli. Ona görə də yetərli qədər dərin, yetərli qədər dürüst aparmalıdır bu araşdırmasını ki, məsələn, Allah ona ən qədər şey veribdir, məlumat verib. Hər birimizin qohumlarımız var,
nənələrimiz, babalarımız, bizdən əvvəl yaşayanlar, bunların söhbəti bizə çatır. Ümumiyyətlə, oxumağı da talelərini oxuma. Həmişə deyirəm ki, gərək özümüzdən başlayasan. Uzaq hekayələri oxuyanda yanıla bilərsən. Çünki bütün detallar yanında deyil. Amma məsələn, öz yaxın qohumlarının nədən başlayıb, nədən bitdiklərini görmüsən. Hansı hadisələr olub, hansı çətinliklərdən, hansı sınaqlardan keçiblər, sən onların həyatını dürüst oxuya bilərsən və o doğru nəticəyə gəlib çıxa bilərsən. Amma uzaq hekayələrdən doğru nəticəyə gələ bilməzsən. Və nadürüst yazarlardan da doğru nəticəyə gələ bilməzsən. Məsələn, elə yazıçı var ki, dünyanı qaramat kimi təsvir edir. İllər keçəndən sonra başa düşdüm ki, Kafka yalan deyir. Dostoyevski doğru təsvir eləmir həyatı. Amma cavan ikən mən onu oxuyanda onun hipnozu altına düşürdüm. Deyirdim, yəqin düz göstərir. O özü gəlib çıxıb bir nöqtəyə, o nöqtəyə görə göstərir. Öz uğursuzluğunun acısı ilə paylaşır hardasa. Şərqdə ona görə ancaq müdriklər kitab yazırdılar. İndi cavan adamı da itələyirlər ki, bir kitab yaz. Bir təcrübəvi bölüş. O bir həqiqətə çatmayıb, amma bu ilə artıq bölüşməyə çalışır. Və Quran isə bizə deyir, biz sənə doğru hekayələr danışırıq. Məsələn, Peyğəmbərlərin həyatından ya başqa ibrətamiz qissələr ki, danışılır Quranda. Bir zamandan sonra mən başa düşdüm ki, bu nə qədər bəlkə də yarımçıq görünür bu hekayələr. Fragmentar görünür. Ayrı-ayrı, məsələn, Musadan danışılır, sonra keçir İbrahimdən danışır. Biraz qarışıq görünür Quranın sistemi. Amma son nəticədə sən bu adamları yavaş-yavaş tanıyırsan və görürsən ki, Allah ən önəmli nöqtələri göstərir onların həyatından. Sənin diqqət etməli olduğun yerləri göstərir. Bir yazıcı göstərmək istədiyini göstərir. Amma Allah isə sənə lazım olan nöqtələri göstərməklə hekayəti danışır. Ona görə bu bir başqa bir elmdir. Bu mənada oxumaq, elmlənmək Quranda da, Şərqin digər müqəddəs kitablarında da bu insanın öz ömrünü oxuması deməkdir. Və ömrünü doğru yola çıxarması üçündür. Bu, elmi kəşflər üçün deyil. Biz elmi kəşflər çox öyündük. Bilirsiniz, insan mərkəzli bir dünya yarandı intibahdan sonra Qərbdə və ondan sonra getdi texnokratik bir cəmiyyətə. Bu başqa bir şeydir. Biz bununla öyünürük, biz bunu mənəviyyat dünyasına qarşı qoyduq. Və ona görə məsələn, Qərblə Şərqin münasibətində bu gün bu var ki, siz kasıbsınız, sizdə bu maşınlar yoxdur, sizdə bu texnologiyalar yoxdur, sizdə belə bir iqtisadiyyat yoxdur. Şərqdə elə bir mənəviyyat var ki, elə bir böyük mənəviyyat elmi var ki, bütün texniki oyuncaqlarından qat-qat üstündür. Bəli. Qərbin bütün texniki oyuncaqlarından üstündür. Onların özlərinin bir nağılçısı var idi, Anderson. Bilməm, xatırlayırsınızmı? O, məsəl üçün, nağıllarında bunu hələ göstərmişdi. 2 əsr bundan əvvəl ki, oyuncaqlar gələcəklər, texniki oyuncaqlar, o Donuz Otaran və Şahzadə nağılında bunu göstərir. Və həqiqi dəyərləri insanlar bu oyuncaqlara dəyişəcəklər. Və o zamanı gəldik, çıxdıq. Bəli, tam doğru buyurursuz, o zamanı artıq gəlib çıxmışıq. Qadir müəllim, oruc insanın düşüncə və idrakına necə təsirləyir? Biz orucluqda nə edirik? Orucluq müddətində Peyğəmbərin hədisinə bir baxsaq, deyir ki, orucluq, Allah Rəsulü buyurur ki, Allah Teala Qüdsə hədisdə buyurur ki, daha doğrusu, oruc mənim üçündür və onun mükafatı mənə aiddir. Onun mükafatını mən verəcəm. Nə baş verir burada orucluqda? Orucluqda insan təkcə yeyib içməkdən və yaxud da gündəlik məşğuliyyətlərindən uzaq durmur. Və orucluqda insan birdən-birə anlayır ki, yəni bu uzaq durmaqla bərabər, onun heç nəyə ehtiyacı yoxdur. Biz elə bilirik ki, səhər yeməsək ölərik. Lazımdır, amma bu bizi ölümə varacaq bir şey də deyil. Və yaxud da filan bir şey eləməsə, bu böyük bir faciə olacaq. Amma bu 30 gün müddətində ən azından
insana bir değer qatır. İnsan fikirləşir ki, bunlar olmaya da bilər. Bax, orucluq müddətində bir budur. Çünki burada bir şey baş verir. Onun mükafatı da, mən bir dəfə də bunu yazmışdım. Elə bilin ki, Allahın o möhtacsızlıq sifəti insanlarda təzəlli edir. İnsanlarda bir mənəvi yüksəliş baş verir. Və insan, belə deyək də, ilahi məqamla baxmağa başlayır kainata. O yüksəliş dərəcəsindən baxmağa başlayır. O ilahi yüksəlişdən baxmağa başlayır. Tanrının gözü ilə baxmağa başlayır. Allahın gözü ilə baxmağa başlayır kainata. Və orada artıq belə deyək, biraz əvvəl dedik, hər gün gördüyü ritualların necə boş olduğunu görməyə başlayır. Əgər bunu şuur edə bilirsə. Ona görə də o baxımdan həm elmə, həm insan düşüncəsinin yenilənməsinə orucluq böyük bir fayda verir. Yəni insan əgər şuurla, o daxili rahatlıqla, mənəvi hüzurla kainata baxa bilərsə, Allahın gözü ilə baxa bilərsə, onda o insan özü də bir dəyər qazanır və belə deyək də, və həm də böyük bir zaman qazanır əslində. İnsan bu mexaniki zaman içərisində o qədər qasdı-qovu ilə məşğuldur ki, elə bilir ki, heç nəyə çatdıra bilməz. Bəli. Çox sağ olun Qadir müəllim, təşəkkür edirəm. Müşfiq müəllim, çox sağ olun. Təşəkkür edirəm gəldiyiniz üçün, gözəl söhbətləriniz üçün. Bir daha sağ olun. Sağ olun, təşəkkür edirəm. Bu məqamda Ramazan sovqatı ilə dəyərli qonaqlarımızı əliboş yola salmayan, verilişimizin baş sponsoru Tayqa Ticarət Mərkəzinə dərin təşəkkürümüzü bildirirəm. Digər sponsorlarımız Herbaflora və Halal Neymət Min Bərəkət şirkətinə təşəkkürümüzü bildiririk. Verilişimizin ərsəyə gəlməsində bizə dəstək olan, məni bu gözəl geyimlərlə təmin eləyən Elmas kişi geyimlərinə, heyətimizi öz ləziz, dadlı yeməkləri ilə təmin eləyən Qovurma ailəvi restoranına və Alioğlu mebel salonuna təşəkkürümüzü bildirirəm. Tayqa Ticarət Şirkəti ərzaq, meyvə, təsərrüfat mallarının topdan və pərakəndə satışı ilə məşğul olur. Şirkət öz məhsullarını münasib qiymətə satır, mütəmadi endirimlər edir. Tayqa Ticarət Şirkəti hazırda topdan satış sahəsində müxtəlif dərəcəli restoran, otel, mağaza və sair istehsal müəssisələri ilə əməkdaşlıq edir. Sifariş olunmuş malları operativ olaraq müştərilərinin ünvanlarına çatdırır. Baş sponsor Şahbulov düyüləri. Bol artımlı, yüksək keyfiyyətli 1121 ölçüsündə olan basmatı düyüdür. Süfrələrimiz cənnət ətirli Şahbulov düyüləri ilə təravətlənsin. Baş sponsor Hacı Seylon çayları. Hacı Seylon çayları Şirlankanın bərəkətli torpaqlarında yetişdirilən çay kollarının pöhrələrindən yığılaraq yüksək texnologiyalarla istehsal olunur. Əlavə heç bir rəngləndiricilər, dadlandırıcılar qatılmadan emal olunur, qablaşdırılıb ölkəmizə gətirilir. Zəngin aroması, qızılı rəngi ilə müxtəlif qablaşmalarda olan Hacı Seylon çayları ruhunuza istilik gətirəcək. Bugün sağlam həyat tərzi artıq seçim deyil, zərurətə çevrilib. İnsanlar istifadə etdikləri məhsulların tərkibinə, mənşəyinə və istehsal üsuluna daha diqqətlə yanaşırlar. Tez-tez rast gəlinən əsas problemlərdən biri keyfiyyətsiz və həddindən artıq emal olunmuş yağların istifadəsidir. Məhz bu nöqtədə Fitooil öz fərqini ortaya qoyur. Soyuq sıxım yolu ilə əldə olunan fitooil yağları bitkilərin tərkibindəki vitamin və faydalı komponentləri olduğu kimi saxlayır, orqanizmə maksimum fayda verir. Qara zirə, çay tikanı, biberiyyə, zeytun yağı kimi 30-dan çox çeşidə malik fitooil yağlarını aptek və fitoklublardan əldə edə bilərsiniz. Unutmayın, sağlamlıq doğru seçimdir. Doğru seçim isə fitooil ilə başlayır. Proqramımızın sponsorlarından biri Səhliyalı şirkətinin Halal Neymət Min Bərəkət brendidir. Ramazan ayı boyunca keyfiyyətli məhsulları ilə süfrələrinizə bərəkət gətirən bu marka zəngin çeşidi ilə əksər ailələrin seçimidir. Halal istehsal və uzun illərin etimadı ilə Halal Neymət Min Bərəkət iftar və sahurlarda süfrələrinizə dəyər qatır. Süfrəniz bol, Ramazan ayınız xeyirli və bərəkətli olsun. Əziz tamaşaçılar, bugün elm və din mövzusunda dəyərli qonaqlarımız çox gözəl fikirlər səsləndirdilər. Bir daha anladıq ki, dinimiz insanı düşünməyə, araşdırmağa və öyrənməyə çağırır. Uca Allah bizlərə həm faydalı elm, həm də möhkəm iman nəsib eləsin. Beləliklə, daha bir verilişimizin sonuna çatdıq. Amma
verilişimizi sonlandırmadan öncə adətimiz üzrə dəyərli qonaqlarımızdan birinə məhz Qadir müəllimə söz verəcəm. Rica eləyəcəm bizim üçün gözəl bir dua oxusun. Elə bu dua ilə də verilişimizi yekunlaşdıraq. Öncə biraz əvvəl də sözümüzün başında başladıq ki, mövzumuz elm mövzusuydu, elm və din mövzusuydu və orada dedik ki, Quran-ı Kərimdə ifadə ilə sözümü açıram, duamı onunla elə başlamaq istəyirəm. Rəbbim elmimizi artır. Uca Allah bizi hər zaman öz istiqamət üzərində eləsin, doğru yolu üzərindən ayırmasın. Bu Ramazan günlərində Allah xəstələrə şəfa versin. Allah hər kəsin halal ruzisini ona nəsib eləsin. Hər evdə, hər ocaqda süfrələr açılsın. Ora Allahın nemətləri düzülməsi nəsib eləsin. Allah bizi, dövlətimizi, millətimizi hər zaman bəlalardan, pisliklərdən, yad baxışlardan, pis nəfslərdən qorusun. Amin. Amin. Təşəkkür. Ramazan geldi, gönüller nurla doldu. Dualar göklere kalktı, kalp açıldı. Oruçlukla nefs sustu, ruh çaldı. Bu ayda her bir günah sanki azaldı. Hoş geldin Ramazan. Süfremizde bereket, evimizde nur. Geceler ibadetle olur çok mağrur. Ramazan ayı gelende kalp olur huzur. Dua ettik Allah'a, versin bize sürur.